Bəli, buzda xüsusi, diqqət çəkmək lazımdır ki, insan məsələn müayinəyə gedir, instrumental müayinələr nəticəsində onda hər hansı bir xəstəlik aşkar olunur normalda, yəni nevroz olmayan bir şəxsdən gedir söhbət, hansı ki, məsələn ürəkdə hər hansı bir problem aşkar olunur ya ağciyərdə ya qarın bölgəsində ümumiyyətlə hər hansı bir fiziki xəstəlik tapılır. Amma bu nevroz xəstələri hər zaman ürəklərində ağrı olduğundan şikayət edirlər, amma ürəkdə heç bir əlamətlər olsa da, yəni ürəyi müayinə zamanı heç bir ə, yəni xəstəlik tapılmır ürəkdə. Ya da qarın bölgələrində ə, ağrı hiss eləyirlərsə, müayinə olunur və daxili orqanlarda heç bir ağrı səbəbi, yəni fiziki bir xəstəlik tapılmır. Və müəyyən olunur ki, bu insanda nevroz olduğu üçün nevrotik mənşəli ağrılar hiss eləyir. O ağrını həqiqətən hiss eləyir. Həkim deyə bilməz ki, o ağrını hiss eləmir. Hiss eləyir, lakin həmin ağrı fiziki xəstəliyə əsaslanan ağrı deyil. Sadəcə nevrotik mənşəli ağrıdır. Yəni bu ağrıların yeri də dəyişkən olur. Bir gün ürəyi ağrıyır, bir gün qarnı ağrıyır, bir gün böyrü ağrıyır, bir gün ayağı ağrıyır. Özünü halsız hiss edir, təzyiqi qalxır, düşür, özünü pis hiss eləyir. Tez-tez həkimə müraciət etməyə çalışır, sağlamlığına həddən artıq diqqət edir.